Unutmayın ki, falçılar sizə kömək eləməyəcək. Vallahi kömək eləməyəcək. Onlar sizin probleminizi daha da artıracaqlar. Falçıya müraciət edən insanlar elə düşünür ki, bunu bir dəfə sınayır. Yəni bir dəfə gedəcək, daha getməyəcək. Lakin yadınızda qalsın, bir müddət sonra görəcəksiniz ki, o artıq falçı ilə mütəmadi əlaqədədir. Çünki falçıya, qumara müraciət etmək eyni ilə şərab kimi, narkotik kimi asıllıq salan bir məsələdir. Bir müddətdən sonra siz artıq falçı qapısından əl çəkməyəcəksiniz. Hər işinizdə artıq ona ümidvar olacaqsınız və onun üçün bir qazanc yeri olacaqsınız. Yadınızdan çıxmasın ki, falçılar sizin ümidinizlə ticarət eləyirlər, hisslərinizlə oyun oynayırlar. Əgər onlar belə bacarıqlıdırlarsa, o zaman niyə insanların 5-10 manatına, 50-100 manatına qalıb, onlardan nəsə alıb, nəsə iş görürlər? O zaman öz güclərindən istifadə edib belə özləri üçün gözəl bir biznes qursunlar, iş adamı olsunlar və daha böyük bir kapital əldə eləsinlər. Əgər belə bacarıqları varsa, öncədən görə bilirlərsə, problemləri həll edə bilirlərsə, elə öz yollarında olan maneələri aradan götürüb böyük bir kapital sahibi olsunlar. Əlbəttə ki, onlar insanların cəhalətindən qidalanırlar. Köməksiz qalan insanlar üçün bir ümid yeri kimi özlərini göstərirlər və onların qazanc yeri əslində sizin ümidinizdir. Halbuki Uca Allah Quran-ı Kərimdə buyurur ki, insanlar yalnız ona təvəkkül etməlidir, ona ümid etməlidir və ilk növbədə Allahdan kömək diləməlidir. Ona sığınmalıdırlar. Çünki çalışın həmişə ümidiniz yalnız Allaha olsun. Yaxşı mənəviyyatlı dostlara sahib olun. Əlinizdən gələn qədər təmənnasız xeyir işlər görün və ibadətinizə diqqət eləyin. Əgər həqiqətən də bunları etsəz, Allah sizi darda qoymayacaq və sizə güman etmədiyiniz yerdən xeyir nəsib eləyəcək. İşlərinizi Allah özü yoluna qoyacaq. Ona görə də yalnız uca Allaha təvəkkül eləyin və falçı qapısında heç bir zaman kömək gözləməyin, onlardan kömək ummayın. Allah heç bir müsəlmanı falçıya möhtac olacaq qədər imansız və cahil etməsin.